Salam uşaqlar, deməli 17 may tarixində keçirilmiş OTK-nın növbəti sınaq imtahanı izahına baxaq. 4-cü qruplar üçün keçirilmiş sınaq imtahanıdır, A variantı üzrə suallara baxırıq. Birinci sualda, 31-ci sualda hidroliz edən duz X olaraq göstərir və hidrolizin birinci mərhələsindən alınan duz. Görürük ki, qələvi 1 mol qələvi ilə reaksiyasından, Y-in 1 mol qələvi ilə reaksiyasından X maddəsi alınıb və su alınıb, deyir, X-i müəyyənləşdirin. Hansı ki, həmin X də su ilə hidroliz edəndə əksinə olaraq Y maddəsini vermiş olur. Deməli ki, əgər X maddəsi hidroliz edən duz qüvvətli əsas və zəif turşudan əmələ gəlmiş duzdursa, çünki mühit qələvi olaraq, yəni tərs reaksiya olaraq düşünək, mühit qələvi olaraq olmalıdır. Qüvvətli əsas və zəif turşudan ibarət olmalıdır. Bu hidroliz eləməz, bu hidroliz eləməz. Natrium karbonat, kalium kes hidroliz eləyir və natrium karbonatın hidrolizindən, əgər X maddəsi olaraq götürürəmsə, natrium karbonatın su məhlulunun hidrolizindən natrium OH və natrium hidrokarbonat alınmış olur. Y maddəsi olaraq bu birinci mərhələdən alınandır. Və yaxud da ki, kalium kesin hidrolizindən yanaşsaq, buradan kalium HS və kalium OH alınır. Bizdə isə natrium OH-ın reaksiyasından belə deyək ki, alındığına görə, yəni kalium duzlarına ümumiyyətlə baxmırıq. Uyğun cavab D variantı olacaq, natrium karbonat. Və reaksiyada yerinə qoysaq, yəni Y maddəmiz natrium hidrokarbonatdır. Natrium hidrokarbonatın üzərinə natrium hidroksid gələndə X maddəsi olaraq natrium karbonat alınır və su alınır. Yəni reaksiya tam olaraq ödənmiş olur. Növbəti 32-ci sualda amonyak üçün doğru ifadələri müəyyənləşdirin. Normal şəraitdə kəskin iyili qazdır, doğrudur. Molekulunda 4 sigma rabitə var, xeyr 3-dür. Molekulunda elektronların 60% rabitə yaradır. Molekulunda azotun 7 hidrogenlərin də hərəsinin 1 olsa, ümumi 10 elektron var. 10 elektrondan sadəcə 3 rabitə var deyə 6 elektronu rabitə yaranmada iştirak edir. 6 da onun ümumən 60%-ni təşkil edir. Yəni bu doğrudur. Yanma məhsulları oksidlərdir. Yanma məhsulları azot və sudur. Yəni azot oksid olmadığına görə götürmürük. Sənayedə bəsit maddələrdən sintez olunur. Bəli, azot və hidrogenin sintezindəndir. 1, 3, 5 uyğun olaraq A variantı. Növbəti 33-cü sualda deyir, 31,2 qram doymuş 2 atomlu spirtin artıq miqdar natriumla reaksiyasından 6,72 litr normal şəraitdə, yəni 0,3 mol hidrogen ayrılmışdır. 2 atomlu spirtdirsə, bunun indi radikal hissəsi nə olur olsun, 2 dənə OH qrupası var. Və natriumla reaksiyadan təbii ki, buradakı hidrogenlərə uyğun olaraq, yəni 1 mol hidrogen çıxır. Yəni belə deyək, spirtin 1 molundan 1 mol hidrogen çıxır. Əgər 0,3 mol hidrogen çıxıbsa, deməli spirtimiz 0,3 moldur. Və 0,3 molu 31,2 qramdırsa, spirtin 1 molu onun MR-nə uyğun gəlir. Onu da buradan hesablayaq. 31,2-ni bölürəm 0,3-ə, bu da eləyir 104. Onda 14-in plus 18-i 104-ə bərabər eləyirəm. 104-dən 18 çıxıb 14-ə böləndə 104 çıxılsın 18. 14-in plus 18 yox, üzr istəyirəm, 14-in plus 34 olmalıdır. Deməli, buradan da 104-dən çıxaq 34-ün, qalır 70, bunda 14-ə böləndə N bərabər olur 5-ə. Yəni, ümumən 5 dənə karbonumuz var və bizə də uyğun gələn variant burada D variantı olmuş olur. 34-cü sualda hansı maddənin natrium hidroksidin spirtdə məhlullə reaksiyasından alkin alınır? Dihalogenini törəmə lazımdır və mütləqdir ki, yanaşı karbonlarda və yaxud da eyni karbonda yerləşmiş olsun. Ona görə də 1,4 dixlor butan məsələn buradan alına bilər. Baxaq indi. Burada təbii ki, alınmayan şərtlər də var. 1,4 vəziyyəti, bunlar aralı vəziyyətdə yerləşdiyinə görə buradan alınmayacaq, çünki yanaşı deyil. Yanaşı olan bir tək burada 2,3 dixlor pentandır. 2 və 3.
dixlorpentan. Buradan natrium 2 mol natrium hidroksid götürəndə 2 mol natrium xlorid alınır və 2 dənə OH da buradan hidrogenləri götürür yanına, yerdə qalır hərəsindən bir dənə karbon. Ona görə də bu hidrogenlər də gedəndə ikinci və üçüncü karbon arasına 3 qat rabitə düşmüş olur. Yəni alkin alınmış olur. 34-də də Y variantı. Növbəti 35-ci sualımızda hansı reaksiyalarda X karbon monooksiddir? Silisium O2-nin üzərinə karbon gələndə burada əmsallaşdırılmış reaksiyalar olduğuna görə rahat şəkildə əmsallara uyğun da reaksiyanı bilməsəz belə atom sayına uyğun olaraq təyin eləmək olur. Ona görə burada 3 karbon varsa biri buradadır, ikisi də X-in tərkibində və oksigen də 2-dir. Deməli 2 mol CO yazsaq əmsallaşma tamamlandığına görə karbon monoksidi təyin eləmiş oluruq. Və hətta natrium karbonat 2 mol HCl, 2 natrium xlordur, sudur. Yerdə qalır bir dənə karbon və 3 dənə deməli 3 oksigenimiz var da burada. Biri suyun tərkibindədirsə, ikisi də qazın tərkibində. Bu olur CO2 olmaz. Və avtomatik olaraq 2 olan variantları atırıq. 3 zaten var. Deməli CO-nun natrium hidroksidinə olan reaksiyası bu bəlli reaksiyadır. İndi 5-ə baxaq, var yoxsa yox. 2 magnezyum, 2 magnezyum. Burada 2 oksigen var. Düzdürmü? Bir dənə də karbon. Deməli bu tərəfdə X maddəsi CO2 olacaq. Yəni cavab olacaq 1 ilə 3. Y variantı. 5-ci variantımız düz gəlmədi. Növbəti 36-cı sualda karbohidrogenimiz alkendir və molekulunda karbonun kütləsini hidrogenin kütləsini verir. Ümumən CnH2n formulu ilə yazsaq 12n bərabərdir 4m üstəgəl 20, 2n bərabərdir m. 2n m-dirsə bunu bu ikinci hissəni 6-ya vursam 12n bərabər olur 6m-ə. Və buradakı 12n-in əvəzinə yazıram 6m. Buradan həll eləsək 6-dan 4-ün çıxsaq 2m bərabərdir 20, m də bərabər olur 10. M əgər 10-dursa, onda karbonun kütləsi deməli 4m, yəni 40 üstəgəl 20, bu eləyir 60, hidrogenin kütləsi də 10. 60 karbon, 5 karbon deməkdir, C5, hidrogendəki 10-dur, C5H10. Və deyir alkeni müəyyənləşdirin. Ümumən 5 dənə karbonu olan alkenə baxırıq. 4-dür, 6-dır. Buten 2-3-dürsə 6-dır, 3-dür. Uyğun cavab B variantı qalır. 2 metil buten 2 vəziyyətində. Növbəti 37-ci sualımızda deməli qarışığımız X və suyun qarışığıdır və distillərlə ayrılır. Distillərlə ayrılırsa suda həll olan və maye aqreqat halında olan maddələri götürəcək. Karbohidrogenlər heç biri suda həll olmur. Ona görə karbohidrogen variantlarını çıxırıq. Etil spirti bəli ola bilər. Anilin də suda həll olmur. Qarışqa turşusu da ola bilər. 1 ilə 5 uyğun cavab 37-də A variantı. 38-ci sualda deməli qarışığın tərkibi C2H4 azot və C4H neçədirsə deməli qazların mol miqdarını da verib qarşıda azotun kütlə payını deyir hesablayın. Zaten hamısında n olaraq göstərdiyinə görə bunu 2, 1, 1 şəklində də yazsaq eyni bir nəticəyə gəlib çıxacaq. Çünki n-lər ixtisar gedir. Deməli 2 mol etilen bu 28 vur 2 birbaşa yazaq 56 qram. 1 mol azot 28 qram. Bu da deyəsən C4H8-dir. C4H8-dəki elə 1 molu deməli 48, o da 8, 56. Bu da 56 və ümumən qarışığı belə deyək ki, azotun kütlə payını hesablamaq istəsək, yəni bəsit azotdan yəqin söhbət gedir. 28-i bölürük. Bunların içərisində 2,28, burada da 2,28 var. Ümumi elə bir ki 5-dən 1-i düşür də. 28 vurulsun 5 kimi yazsaq, ümumi kütləni 5-də 1, bu da eləyəcək 20%. Uyğun olaraq 38-də də D variantı. 39-cu sualımıza baxaq. Deməli, keton molekulunda birli karbon atom sayı karbon atomların ümumi sayının
faizini təşkil edir və beynəlxalq nomenklatur ilə adını müəyyənləşdirək. Birli karbon kənarda və şaxələrdə olan karbonlardır. Tutaq ki, ümumi 10 karbon varsa bunun 6-sı birlidir və yaxud da 5 karbon varsa bunun 3-ü birlidir. Çox güman ki, elə 5 karbondan 3-ü şəklindədir və ümumən 5 karbondan 3-ünü birli götürürsənsə bu formada yaza bilərsən. Kənarda yazdıqlarımız bu CH3-lər birli karbonlardır, bunlar isə ikili karbondur. Bu üçlüdür, daha doğrusu bu isə ikili karbondur. Və deməli, ketonu beynəlxalq nomenklatur ilə adlandırsaq, ən uzun zənciri seçirik. Karbonil qrupu yaxın tərəfdən nömrələyirik. 1, 2, 3, 4 şəklində olur. 3 metil butanon və uyğun cavab butanon 2, yəni deməyə də ehtiyac yoxdur, çünki heç bir mənası yoxdur, çünki başqa versiya yoxdur yazma. Ona görə butanon şəklində də elə adlandırırıq. 40-cı sualda etilenin tam yanma reaksiyası zamanı 10,8 qram su alınıb. Etilenin yanma reaksiyasını yazaq. 2 mol karbon qazı, 2 mol da su alınır. 4, 6, 3 mol da oksigen sərf olunur. 10,8 qram su, bunu 18-ə bölsək 0,6 mol su eləyir. Deməli, 1 molundan 2 mol su alınır. Onda bizə nəyi soruşur? Bir saniyə. Etilenin və bu zaman 420 kilojol. Deməli, 0,6 mol su alınanda 420 kilojol istiliyi ayrılıbsa, 2 mol su alınanda ayrılan istilik reaksiyanın istilik effekti olacaq. Və reaksiyanın birinci istilik effektini tapaq. Deməli, 420-ni 2-yə vurub 0,6-ya böləndə reaksiyanın istilik effekti 1400-ə bərabər olur. Əgər 1400-dürsə, zaten 1 mol etilenin yanması zamanı ayrılan istilik həm də reaksiyanın istilik effekti, həm də yanma istiliyi olur etilenin. Ona görə də etilenin yanma istiliyini də elə 1400 olaraq götürürük, çünki əmsalı 1 olaraq ifadə olunub. 41-ci sualda kuprum 2S və kuprum 2O bu misin alınma reaksiyasıdır. Ümumən oksigen 2 olduğuna bura 2 yazsaq, 4, 6, burada 6 mol kuprum yazırıq. Sonra həmin misin nitrat turşusunun reaksiyasından qatı nitrat turşusu olduğuna görə buradan NO2 qazı çıxacaq və su alınmış olacaq. X, Y, Z-i müəyyənləşdirin. Əmsala ehtiyacı yoxdur. X misdir. Deməli, bu getdi. Y NO2-dir. NO2, ona görə bu variantlarımız da gedir. Elə A variantı qalır. Z-də sudur. Uyğun cavab A. 42-ci sualımıza baxırıq. Anilinin bromlu su ilə reaksiyasından 0,6 mol H brom alınıb. Anilin və üzərinə 3 mol brom gəlirik. Buradan tribrom anilin alınacaq 2, 4, 6 vəziyyətində və 3 mol da H brom ayrılmış olur. Əgər 0,6 mol H brom alınıbsa, ağ çöküntünün mol sayı nə qədər olar bilmirik, amma 3 molda 1 mol çöküntü alınır. Buradan da X nəyə bərabər olacaq? 3X bərabərdir 0,6-dırsa, X də olur 0,2. Uyğun cavab D variantı. 43-cü sualda sink sülfat turşusunun reaksiyası. Qatı sülfatla sink ortaq metal olduğuna görə kükürt də verə bilər, SO2 də verə bilər, H2S də verə bilər. Deməli, sink üstə gəl H2SO4. Buradan alınır sink sülfat, su və reduksiya məhsulu olaraq bunlardan birini seçirik. Bizə burada ipucu olaraq verib ki, 1 molu 8 mol elektron alır. Müsbət 6-dan 8 elektron alında mənfi 2-yə gəlir. Bu da H2S-dir. Deməli, reduksiya məhsulumuz H2S olacaq. Daha sonra, indi reaksiyanı əmsallaşdıraq. Sink 0-dan gəldi müsbət 2-yə 2 elektron. Kükürt müsbət 6-dan gəldi. Kükürt mənfi 2-yə 8 elektron. 1, 4, 4, 1. 4-ü yazıram sinkin qarşısına. 1-i H2S-in qarşısına. Ümumən 5 kükürdümüz var. Bura 5 yazaq. Suya da nə qalır? 4 mol. 4 mol da suya və 1 molu 8 mol elektron alıb, reaksiya nəticəsində 4,48 litr qaz alınıbsa, 4,48 litr, yəni 0,2 mol. 0,2 mol qaz alınanda bilmirik nə qədər su əmələ gəlir, amma 1 molunda 72 qram su əmələ gəlmiş olur. 72-ni də 0,2-yə vuranda
14,4 uyğun cavab Y variantı. Keçdik növbəti 44-cü sualımıza. Deməli, X duzudur yəqin, ya da A duzu. X duzunun, belə deyək, sıxlığı 1,25 qram ölçü milli olan 320 milli 10%li məhlulu verilir. Biz buradan birinci məhlulun kütləsini tapaq. M bərabərdir rho v düsturuna əsasən 1,25'i vururam 320'yə. Bu eləyir 400 qram. 400 qram 10%li, yəni tərkibində 40 qram duz var. Yerdə qalan 360 qram da sudur. Məhlulun üzərinə X maddəsinin 200 qram A faizli məhlulun əlavə edib M qram su buxarlandıranda duz çökmədən 500 qram doymuş məhlul alınıb. Deməli, bizim əlimizdə 400 qram məhlul var. Üzərinə 200 qram məhlul əlavə edirəm və sonra buradan M qram su çıxıram. Ümumən 500 qram məhlul alınır. Təbii ki, buradan M-i tapdım ki, 100 qram su buxarlanıb. Bu belə. Sonra 500 qram doymuş məhlul alınıb və həll olunma əmsalı 250'dir. Biz buradan indi duzun nə qədər olduğunu tapaq. 500 qram doymuş məhlulun içərisində nə qədər duz var bilmirik. Amma 250 isə KH 1250 ümumi məhlul eləyir. Bunun içərisində 250 var. Və buradan ixtisar aparsaq 1, 5, 5 ilə də bunu ixtisar aparsaq 100. Yəni 100 qram cəmsi duzumuz var. Ümumi 500 qramın içərisində 100 qram duzumuz var. Zaten 40 qramı əvvəldən var idi. Belə çıxır ki, 60 qram da bu 200'ün içərisində gəlib. Onda A da bərabər olacaq. 60'ı bölürəm 200'ə, vururam 100'ə. Bu da eləyir 30%. Yəni A 30%dir. Ya D ya da C variantı olmalıdır. Və sonra nəyi soruşur? M-in qiymətini. M də 100 olduğuna görə uyğun cavab 44'də də D variantı. Gəldik 45-ci sualımıza. Turşumuz X-dir və molekulunda oksigen atomlarının sayı A, atomların ümumi sayı 2A'dır. Turşu, məsəl üçün, xlorat turşusu formulları yazaq. H-xlor O3, H2SO4, orta fosfat turşusu H3PO4. Elə burada olacaq. Çünki ümumi 8 atomdur. Bunun 4'ü, yəni yarısı oksigendir. Burada da ümuminin yarısı qədər oksigen istəyir. Elə uyğun cavab 45'də D variantı. 46-cı sualda kuprumun qatı nitrat turşusunun reaksiyasını verib, tam olaraq yazıb reaksiyanı, sonra nitrat turşusunun parçalama reaksiyasını verib. Reaksiyalardan alınan qaz qarışığının orta molekyul kütləsi 44'dür. Reaksiyalardan alınan qazımız bir NO2'dir, 44, bir də oksigendir. Yəni hər ikisində NO2, bir də oksigen var, 32 və orta molekyul kütləsi 44'dür. Alınan qaz 46, üzr istəyirəm, NO2 46. 46 ilə 32 qarışıb və orta molyarı 44 olan qaz qarışığı alınıb. Görək bunlar hansı nisbətdədir? Deməli, 46'dan 44 çıxıram 2, 44'dən də 32'sini çıxıram. Burada da qalır 12. Yəni 6'nın 1'ə nisbətində. İndi birinci reaksiyaları əmsallaşdıraq. Deməli, bura 4, bura 4, bura 2, oksigenə 1. İndi oksigen 1'dirsə, deməli onda NO2'lər də cəmi 6 olmalıdır. Bunun 4'ü zaten buradadırsa 2 molda düşür yuxarı. İndi yuxarıdakı reaksiyanı əmsallaşdıraq. Kuprum 0'dan müsbət 2'yə gəlib, azot müsbət 5'dən gəlib azot müsbət 4'ə. 2, 1, 1, 2. NO2'nin qarşısına 2 yazırıq. Kuprumun qarşısına 1 yazırıq. Və ümumən 4'dürsə, bura 4 yazıram, burada 2 yazıram, 6, 10, 12, 12. Düzəldir. Deməli, bu da reaksiya əmsalına uyğundur. Və bizə deyir ki, nisbət olaraq, yəni reaksiya əmsalına uyğundur. Bizə deyir ki, alınan qaz qarışığının mol miqdarı 2,1'dir. İndi mən baxıram ki, buradan 4, 2, yəni buradan nisbətə də baxa bilərik də. 7x bərabərdir 2,1-dirsə, x olur 0,3. Yəni 0,3 mol oksigen var. 0,3 vurulsun 6, cəmi 1,8-də deməli NO2 var. Onda bu 0,3-dürsə, 1,2'si buradadır.
və 0,6-sı da yuxarıdakı reaksiya. Neçə qram mis reaksiya daxil olub? Baxaq ki, 64 qram mis reaksiya daxil olanda 2 mol NO2 qazı ayrılırsa, 0,6 NO2 ayrılanda nə qədər mis reaksiyaya daxil olar? 64-ü 0,6-ya vurub 2-yə bölürəm. 19 tam onda 2. Uyğun cavab 46-da D variantı. 47-ci sualımıza keçək. Reaksiyaya tam daxil olan maddələrimiz kalsium hidroksid və deyəsən orta fosfat turşusudur. Buradan hansı duzlar alınır? Ümumən onu yazaq. 1. Kalsium 3 PO4 2. Sonra kalsium HPO4 və kalsium H2 PO4 2 dəfə. Deməli, kalsium orta fosfat hamısının kütləsini eyni verib. Kalsium dihidroortofosfat, kalsium hidroortofosfat deyib bunların cəmini hesabla. Baxaq, deməli alınan duzlar, kalsium ortofosfatımız neçədir? 19,6. Ay, turşunun kütləsi də 19,6. Eyni mol sayda turşu ilə. Tamam, 19,6-nı bölək 98-ə. Bu eləyir 0,2 mol turşu. İndi baxaq, 2 mol turşu olanda kalsiumun miqdarına uyğun baxırsan 3-dür. Birincidə yazıram A-nı tapmaq üçün. A-ya 0,2-dir, amma 3-ə 2-dir. Onda buradan A-nı tapıram 0,3. Bu belə. Sonra indi buradakı nisbətlərə baxıram. 1-in 1-ə nisbətdədir. Yəni 0,2 mola ilə 0,2 molda kalsium hidroksid lazımdırsa, 1 mol, daha doğrusu 0,2 0,2-sə, yəni B də olacaq 0,2, çünki 1-ə 1-dir. B-ni də tapdıq 0,2. Eyni qayda ilə 3-cüyə baxıram. 1-ə 2-dir, 0,2-yə də 0,1 olacaq. Bu da bizim C. C-də 0,1. İndi hamısını cəmləsəm 0,5, o da 1, 0,6. Uyğun cavab 47-də də D variantı. 48-ci sualda lifimiz kapron lifidir. Yazaq formulumuzu. NH CH2 5 dəfə CO N qədər. N yazmayaq, X yazaq. Burada N var sualda. Və deyir ki, metilin qrup sayı 3500 olarsa, metilin 1 molunda 5 mol metilin var. Ona görə deməli burada 5x qədər cəmi metilinimiz var. Bunu da 3500-ə bərabər eləyirəm. X bərabər olur 700. Düzdürmü? Deyəsən, yəqin ki, düzgün böldüm. X bərabər olur 700. Bu polimerləşmə dərəcəsidir. Deyir, karbon atomların hibrid orbital sayı. Buradakı 5 dənə karbon, 5-i də sp3-dür. Ona görə vururam 4-ə. Bir dənə bu karbonindəki, karboksilin qalığındakı da sp2-dir. O da üzərinə 3 gəlirəm. 20, o da 3-ə vuranda 23. İndi 23-ü də polimerləşmə dərəcəsinə vursaq, bu da eləyir 16100. Uyğun cavab 48-də də C variantı. 49-cu sualımıza baxaq. Hansı maddələrin xlorid turşusu reaksiyasından laboratoriyada xlor almaq olur? Laboratoriyada qüvvətli oksidləşdiricilərin üzərinə xlorid turşusu gəlməklə almaq olur. Burada da qüvvətli oksidləşdiricilər D variantında göstərilib. 50-ci sualda hansı maddə molekulunda sigma rabitə sayı daha çoxdur? Sigma rabitə sayı bütün alifatiklərdə atom sayından bir əskik olaraq götürülür. Bütün sikliklərdə də atom sayına bərabər olaraq götürür. Butanol 1 deyirsəm, deməli C4H10O şəklində baxıram. Propan C3H8-dir. Propanon C3H6O'dur. Siklobutan C3H6-dır, amma siklikdir. Butadiyen 1,3-dəki 4 karbonumuz var. C4H6-dır. İndi buradan atom saylarından bir əskik olaraq götürsək, burada deməli 14, propanda 3, 8, 11, 10 dənə sigma, propanonda birini çıxsam 9 sigma, siklobutanda atom sayına uyğun olaraq 9 sigma, hələ ki butanol 1-dədir, butan deyəndə də 10-dur, 9 sigma, deməli ən çox A variantında olmuş oldu.
51-ci sualda 3-cü dövr elementimiz X-dir. Yəni X-in 3 təbəqəsi var. Normal halda elektronlarının sayı və P yarım səviyyəsindəki elektronlarının sayı 3 fərqlidir. Deməli ki, normalda 1s2, 2s2, 3s2. Çünki P-yə keçibsə və yaxud da ki 6 olaraq da minimumda qəbul eləmək olar. Amma 3-cü dövrdədirsə bunun 2s2-si dolub. Yəni 6 üstə gəl nə qədərsə. Və ümumən 6 dənə S elektronumuz var. Yəni S yarım səviyyəsində 6. P yarım səviyyəsində indi S1 də ola bilər, yəni 5 də ola bilər, 6 da ola bilər. Əgər 5 qəbul eləsəm ki, S axırıncı təbəqədə 1 dənə elektronu var, onda 2P6-nı ancaq götürürəm və A-nı 5 qəbul eləsəm, 5 üstə gəl 3, 8 belə deyək ki, P olmalıdır. Bu ödənmir. Ona görə də S2-dir. Bu dəqiq olaraq 3s2-dir, amma 3p nə qədərdir? İndi bunu tapaq. 2p6-da zaten 6-sı var. Əgər A-nı 6 qəbul eləmişəmsə 9 dənə cəmi p olmalıdır. Onda 3-ü də qalır 3p3 vəziyyətinə. Yəni bu düşür 5-ci A yarım qrupuna. Və X elementinin nüvəsində 2, 8, bu da 5-dirsə 15 elektronu var və ya da protonu var. Uyğun cavab 51-də də A variantı. 52-ci sual. 52-ci sualda deməli oksigende yandırılan qələvi metallarda hər birinin mol miqdarı eynidir yanmaya sərf olunan oksigen. Deməli litium oksigende yananda litium 2O verir və əmsallaşdırsaq 4-ün 1-ə nisbəti. Natrium oksigenlə reaksiya daxil olanda natrium 2O2 verir və 2-nin 1-ə nisbəti. Və kalium isə oksigende yananda kalium O2-dir. Elə burada da 1-1 nisbətində və maddələri də göstərib doğru münasibətləri müəyyənləşdirin. Tamamilə reaksiyaya sərf olunubsa. Eyni mol miqdarda deyəndə mən məsələn A-nı 4 olaraq götürürəm, ən böyüyünə uyğun olaraq. Onda natrium 2 moldursa, bu olur 0,5 A qədər. Daha doğrusu 2A qədər, yəni 2-yə vuracam. A-nı 4 qəbul eləmişəmsə, eyni mola gətirmək üçün bunu 2-yə vururam. 2A, bir saniyə, burada A-nı 4 olaraq qəbul eləmişiksə, bu 1A qədər olsun, bu 2A qədər, kaliumda olacaq 4A qədər. Və yanmaya sərf olunan oksigenlər hamısında 4 mola 1 moldur. Yəni A moluna 1A qədər və yaxud da ki, burada 2A-dırsa, 2 moluna 1-dirsə, 4 moluna da 2 olacaq. Yəni Y-də olacaq 2 və kaliumda da 1-in 1-ə nisbətdədir. Onda burada 4 götürürəm və indi baxsaq, deməli buradan Z Y-dən 2 dəfə çoxdur. Z bərabərdir 2Y, X-dən də 4 dəfə çoxdur. Bu da 4X. Onda uyğun cavab D variantı 52-ci sualda. 53-cü sualda. 53-cü sualımızda deməli əmsallaşdıraq. Alüminium 0-dan gəldi. Alüminium müsbət 3 vəziyyətinə, çünki sabit valentlidir. Həmişə müsbət 3-ə gəlir. Burada 3 hidrogen 3-ü də müsbət 1-dən 2 hidrogen 0 vəziyyətinə gəliblər. Və ionlar arasındakı fərq 3-dür. Burada 1 də 3-ə vuranda 3. 1-in 1-ə nisbətidir. Hər birinin əmsalına 1 yazanda burada hidrogenə 1,5 düşür. Ona görə də hidrogenə 1,5 düşməsin deyə, yəni əmsalları 2 dəfə artırıram. Bura yazıram 3 və bura 2, bura 2, hamısına da qalanlarına 2 düşür və əmsallaşmamız da bu şəkildə tamamlanmış olur və reaksiyanı əmsallaşdırandan sonra bəsit maddələrin əmsal cəmini istəyir. 2 mol alüminium, 3 mol da hidrogenimiz var, yəni əmsal cəmi 53-də də 5 olmuş olacaq. İndi bir oksigenlərə də baxaq. 2, 4, 2 dəfə 2, 4, bəli, hamısı düz gəldi. 54-cü sualda reaksiya daxil olan maddələrimiz kalsium karbonatla orta fosfat turşusudur və deyir, reaksiyadan kalsium orta fosfat alınır. Təbii ki, kalsiumun sayına uyğun olaraq bunu 3, bunu da 2 nisbətdə götürməliyəm. Yəni 3-ün 2-yə nisbətində kalsium karbonat plus H3PO4
alınıb, kalsium 3, PO4 2 dəfə və buradan da karbonat turşusu çıxır, H2O, CO2 şəklində. Kalsiuma uyğun olaraq bunu 3, bunu da 2 götürsəm, deməli 3 mol da karbon qazı alınmış olur. 2 dəfə 3'üm 6'dır, onda 3 mol da su çıxmış olur və reaksiya əmsallaşır. İndi reaksiya axıra qədər gedib və başlanğıc maddələrin birindən artıq qalıb. İndi baxıram ki, bu 124 qram əmələ gəlir. 124 qram əmələ gələndə normalda kalsium karbonat deməli 300 qram sərf olunur. Orta fosfat turşusu isə 98 vur 2, deyəsən 196 edir də. 196 qram da bu sərf olunur. Təbii ki, artıq qalan orta fosfat turşusu olacaq. Amma nə qədər artıq qalır? Deməli 96-nı 2-yə vursaq 192, üzərinə də 120. Bu 312, yoxsa 310. Bir saniyə. 95 vurulsun 2, üzərinə də 120, 310. 310 qramdır orta fosfat. Bu zaman, bax buradan tənasüblə yazıram. Əgər 310 qram kalsium orta fosfat alınsaydı, mən hər ikisini eyni kütlədə olanda 300'ə uyğun olaraq götürməli idim. Və bu zaman da 300'dən 196 çıxanda 104 qram orta fosfat artıq qalır. Artıq. İndi bunları mən m qram götürəndə isə, bu kalsium orta fosfat 124 qram əmələ gəlib. İndi buradan m-i tapaq. 124'ü vururam 300'ə, bölürəm 310'a. M bərabər olur 120'yə. M-i tapdıq 120. Bu da bizə lazımdır. İndi nə qədər artıq qalıb ona baxaq. 300'dən 104'dürsə, 120'dən də A qədər artıq qalır. Buradan da A-nı hesablayaq. 120'ni 104'ə vurub 300'ə bölürəm. Bu da deyir 41,6. Və bizə M ilə A-nın cəmini istəyir. 41,6 ilə 120'ni cəmləyirəm. 161,6. Növbəti 55-ci sualda deyir, qapalı qabda baş verən 2NO plus oksigen alındı 2NO2 reaksiyasının tarazlıq alındı qabda 0,8 mol qaz qarışığı var. Reaksiyamızı buradan yazaq. 2NO plus oksigen alındı 2NO2. Deməli, mol paylarını verib 50, 25, 50, 25 şəklində. Ümumi 0,8 mol qaz qarışığı varsa, bu bizim 100%-imizdir və bunun içərisində biz məhsula baxaq. Çünki məhsul əmsala uyğun olaraq əmələ gəlir. Deməli, əmsala uyğun olaraq 2x əmələ gəlir. Əgər 0,8 100%-dirsə, bunun 50%-i NO2-dir, yəni 0,4-dür. Onda NO2-yə 0,4 yazsam, deməli, NO da 0,4 sərf olunub, oksigen də 0,2 sərf olunub. Və son qaz qarışığında NO ilə oksigen NO2-nin yarısı qədərdirlər. Yəni 25% isə deməli bunlarda 0,2 artıq qalıb və artıq tarazlıq halında bunların qiymətlərini tapmış olduq. İndi reaksiya baş verən qabın həcmi 1 litr olarsa tarazlıq sabitini hesablayaq. K tarazlıq bərabərdir 0,4'ün kvadratı, aşağıda 0,2'nin kvadratı, bu da oksigenə görə 0,2. Və buradan ixtisar eləsək 2, 4'ü də bölürəm 0,2'yə. 4'ü 0,2'yə böləndə cavab olacaq 20. Deməli, tarazlıq sabitinin qiyməti 20'yə bərabərdir. 56-cı sualda hidrogenin laboratoriyada alınma reaksiyalarını müəyyənləşdirin. Laboratoriyada alınma reaksiyalarında metal istifadə olunan reaksiyalardır. Bunlarda metal yoxdur, bu konkret ayırırıq. Yerdə qalır 1 ilə 3. 56'ya da 1, 3 olaraq yazırıq. 57-ci sualda deyir, uyğunluğu müəyyənləşdirin. Deməli, 2,2,4 trimetilheptan, molekulunda metilin qrup sayı 2,2,4 trimetilheptan. Heptan olduğuna görə 7 dənə karbonu yazıram. 6, 7, 2, 2 və 4 metil qruplarını yazıram. Bu ortada qalanlar CH2 vəziyyətindədir. Yəni 3 dənə metilini var. Metilin, yəni CH2 qrupunu istəyir. 2, 4, 6 trimetilheptan. Zaten başını və sonunu bir də metillərin sayını çıxsaq, ümumi 7 dənə karbondursa,
7 dənə karbondan 3 dənəsi gedir metilə. 2, 4, 6 çünki fərqli yerlərdədir. Və 2, 4, bu da 6. Və ortada qalanlara baxırsan, 2 yerdən metilini var. 2, 3, 3-dürsə bu 1 yer sayılır. 1, 2, 3 yerdən ümumi 6 karbonu var. 3 yerdən çıxıram, metil olmayacaq. Yəni onlar metilin olmayacaqlar və başındakıyla sonundakini də çıxsam ümumi 5-ini çıxıram, 1-i qalır. İndi bunu həmçinin yazılı formada da göstərək. Deməli 2, 3, 3 və 5 yazıramsa buradakı CH2 bircə dənə CH2 qrupu qalmış olur. Deməli 1-ə D, 2-yə A, 3-ə isə B variantı D, A, B şəklində uyğunlaşdırırıq. Keçdik situasiyamıza. Deməli, gliserin stearin turşusu ilə tam efirləşmə məhsulu olan 500 qram yağ. Yazaq. CH2O, CHO, bu da CH2O. Bu gliserindən qalan CO stearin turşusu deyə C17H35, CO C17H35, bu da CO C17H35. Bu da oldu stearin turşusu ilə əmələ gətirdiyi yağ. Və 500 qram yağdır. Su ilə qarşılıqlı təsiri zamanı hidroliz eləyəcək. Bu zaman turş mühitdə hidroliz getdi. Reaksiyaya daxil olan və alınan maddələrin kütlələrinin dəyişməsinin zamandan asılılıq qrafiki. Təbii ki, buradan gliserin, bir də 3 molda stearin alınacaq. C17H35, COOH alınmış olur. Normalda, indi burada M yəqin ki, hansıdır? Yəqin bu A-dımı, X-dimi görsənmir tam olaraq da. Deməli, 16,2 qram bu yəqin ki, reaksiyada sərf olunan, çünki 500 əgər yağdırsa, bunun tam hidrolizi getməyib. Çünki 16,2 qram su ilə hidroliz ediblər. Çünki azalan yəqin ki, onu göstərir. İndi 16,2-ni 18-ə bölsək, bu 0,9 mol su eləyir. 0,9 mol su ilə yağımızın deməli 1-in 3-ə nisbətində də 0,3 mol yağ hidroliz eləmiş olur. Və buradan da 0,3 mol gliserin, 0,9 mol da turşu alınmış olur. İndi alınanların belə kütləsi lazımdır, amma deyəsən burada hansınınsa, yəni yağdan artıq qalanı istəyib. İndi reaksiya başa çatandan sonra alınan stearin turşusunun, yəni 0,9 mol stearin turşusudur. Bərk yəqin sabuna çevirmək üçün, çox güman ki, elə göstərib. Bərk sabuna çevirmək üçün M qram natrium karbonat lazımdır. Deməli, C17H35, COOH üzərinə gəldik natrium karbonat və stearin turşusu, deməli, buradan C17H35, COO natrium şəklində reaksiya getsə, hidrogen də getsə, buradan da natrium hidrokarbonat. Əgər prosesi tam aparırıqsa, onda buradan sadəcə H2O və CO2 alınacaq. Sadəcə olaraq, mol miqdarı olaraq bunu 2-nin 1-ə nisbətində götürməliyik. Yəni tam, çünki yəqin ki, burada tam görsənmir, amma tam yəqin ki, bunu nəzərdə tutur, bərk sabuna çevirmək üçün. Çox güman ki, belə yazmaq istəyib ki, tam bərk sabuna, yəqin, məncə düşünürəm ki, belə olar. Çevirmək üçün M qram natrium karbonat lazımdır. İndi M-in qiymətini buradan tapacağıq. Çünki 2 mol stearinə, yəni 284 vur 2 götürəndə, bura, yoxda elə molla götürək deyək, 284-ü neyinirik ki, 2 mola 1 mol natrium karbonat lazımdır. Natrium karbonatın da kütləsini hesablasaq 46, üstəgə 48, 12, bu edir 106. 106 qram natrium karbonat lazımdırsa 0,9-dan da M qram, çünki tam çevirmə kimi düşünək. 106-nı 0,9-a vurub 2-yə böləndə M də bərabər olur 47,7-yə. İndi görək, bizdə situasiyanın digər hissələrində bizdən nəyi soruşur? A və B-ni
hesablayım. B-nin harda olduğunu düzü bilmirəm. A-nı tapmaq olar. Yağdan artıq qalandı. 500 qram yağdır. Bundan deməli indi götürək də 0,3 molu reaksiyada sərf olunub. Deməli buradan yağın emerini hesablasaq, bu eləyir 890 qram. 890'ı da 0,3'e vuranda, yəni reaksiya daxil olanı 267'dir. Deməli ki, 500 qramdan 267'si reaksiyada sərf olunub. Onda buradan yazaq. A bərabərdir 500 çıxılsın 267. Buradan da A bərabər olur 233. A bərabərdir 233'ə. İndi B hansıdır? B çox güman ki, yəqin ki, burada B-ni burada yazıb deyə düşünürəm. Yəni əmələ gələn üzü maddənin, yəqin ki, stearinin 0,9 molunun. Çünki orada emerində verib. Əgər o şəkildədirsə, onda B də bərabər olacaq 284'ü vuracaq 0,9'a. İndi bir dənə hesablayaq. 284'ü 0,9'a vuranda bu da eləyər 255,6. A-la B-ni hesabladıq. İndi deyir M-i və reaksiya zamanı alınan bərk sabunun kütləsini hesablayın. Deməli, M-in qiymətini burada tapdıq 47,7. Bunu yazaq. Bərk sabunun kütləsini, reaksiyadan deməli alınan bərk sabun 0,9 moldan 0,9 molda bərk sabun alınır. Deməli, indi buradan hesablasaq 2 molunun kütləsi 284 vur 2 568'dir. Buradan 2 hidrogen çıxıram, əvəzinə 2 natrium əlavə eləyək. 2 mola görə hesablayıram da. Bu da eləyir 612. 612. Bunda 0,9 bir saniyə. Deməli 284'dən 1'in çıxıram. Üzərinə də 23 gəlirəm. Eləyir 306. 306'nı da 0,9'a vuranda 275,4. Deməli 275,4. Növbəti 60-cıda isə deməli hidroliz reaksiyasının praktiki çıxımını alınan stearin turşusunu əldə etmək üçün maksimum neçə mol düşmədim. Stearin turşusunu əldə etmək üçün neçə mol oksidləşdirmək lazım olduğunu hesablayın. Yəqin belədirmi, nədirmi bu? Hidroliz reaksiyasının praktiki çıxımını hesablasaq, 500'ün hamısı reaksiya daxil olsaydı, buradan belə yazaq, 500'ün hamısı reaksiya daxil olsaydı, bu olardı 100% praktiki çıxım. Amma nə qədəri daxil olub? 0,3 molu, yəni 233 artıq qalıb. Deməli 500'dən 233 çıxanda 267'si reaksiya daxil olub. Bu zaman praktiki çıxım nə qədər olacaq? Bunu hesablayaq. 267'ni 100'ə vurub 500'ə bölürük. Bu da eləyir 53,4%. Bu bizim praktiki çıxım. Digərini sualı bir saniyə tuta bilək. İkincidə yəni nə demək, nə istədiyini tam olaraq tutmaq olmur. Hidroliz reaksiyasının praktiki çıxımını faizlə. Bunu hesabladıq. Alınan stearin turşusunu əldə etmək üçün. Alınan stearin turşusu 0,9 mol stearin turşusudur. Neçə oksidləşdirmək lazım olduğunu. Deməli, burada baxdıq. Burada neçə mol C36H74 istəyir. H74, yəni alkanın neçə molunu oksidləşdirmək lazımdır? Reaksiya olaraqdan 2 mol alkandan, deməli, daha doğrusu 1 mol alkandan 2 mol stearin turşusu alınır və C36H74'dən deməli, indi biz 0,9 mol almalıyıq ümumi stearini. Nə qədər götürək ki, neçə mol götürək ki, buradan 0,9 mol stearin alaq. X də bərabər olacaq 0,9'u 2'yə böləndə 0,45 mol.